Salam hörmətli izləyicilər. Bugün sizə dünənki 8-ci sinif OTK sualının izahını vermək istəyirəm. Qeyd edim ki, bu sualları WhatsApp kanalımızda paylaşmışıq və bir izləyicimizin xahişi ilə bu sualı izah etmək istədim. Hansı nümunədə feilin qrammatik məna növü digərlərindən fərqlənir? Burada görürük ki, feilin qrammatik məna növlərinə aiddir və bir-bir cavablarımızı oxuyaq. Dənizin sahili aydın görünürdü. Burada feil hansıdır? Görünürdü. Ümumiyyətlə, görünürdü sözünü görən kimi biz həmişə buna deyirik qayıdış növ. Qayıdış növ. Çünki görülmək, baxın, görülmək həmişə məchul, görünmək isə həmişə qayıdışdır. Bunu bir qayda kimi yadımızda saxlayaq. Bir bəndi. Hələ ki, baxaq, görək ki, hansı birisi fərqlidir. Təbiət ağ örpəyə bürünmüşdür. Bürümək, nəyisə bürümək, dolamaq, bir də bürünmək. Kim bürünüb? Təbiət özü. Bu da qayıdış növdədir. Artıq görürük ki, ikisi qayıdış növdədir. Gülün gönçəsi açılmışdı. Açılmaq da bilirik ki, iki növdə də ola bilər. Həm qayıdış, həm məchul. Amma burada gül özü açıldığı üçün burada da qayıdışdır. Deyir bəndi, müalicədən sonra xəstənin ürəyi normal döyünür. Döyünür sözü eyni ilə görünür sözü kimi, əgər l olarsa olur məchul, n olarsa olur qayıdış. Bunu da yadımızda saxlayaq. Burada da olduğu qayıdış növ. Qapı yoğun zəncirlə bağlanmışdı. Burada bağlanmışdı sözün kökü bağ. Bağdan bağla. Demək, şəkilçisi bağladan bağlanmışdı. Görürük ki, feildən düzələn feildir və n şəkilçisi ilə düzəlib. Bu n şəkilçisi də həm qayıdış, həm məchul növün şəkilçisidir və cümləmizə baxanda görürük ki, qapı bağlanıb. Kim tərəfindən bağlanıb bilinmir. Deməli, bu cavab oldu məchul növ. Bu feil məchul növdə olduğu üçün cavabımız olur Y bəndi. Çünki Y bəndi digər bəndlərdən fərqli oldu.